Şahdağ Turizm Mərkəzində müxtəlif yaş kateqoriyasında olan uşaqlar və böyüklər arasında snowboard üzrə Heydər Əliyev kuboku keçirilib. Aferin olsun. Profesyonal olmasa da çox gözəl eniş edir. Belə olsun Daniel, alqışlarınız gəlsin. Turnirdən öncə qeydiyyatdan keçən müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snowboardçu birincilik uğrunda mübarizə aparıb. Yarışın nəticələrinə əsasən Raul Abbasov, Kamal Bəşirli, Nurhan Musayeva və Ceyhun Vəzirov birinci yerə layiq görülüblər. Elnur, alqışlarınızla dostlar. Yarışın sonunda qaliblər Şahdağ Turizm Mərkəzi və yarışın sponsorları tərəfindən medal və diplomlarla təltif olunub. O cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. Yarışın keçirilməsinin əsas məqsədi ölkədə snowboard idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və snowboardun idman növü kimi ölkədə inkişafına dəstək olmaqdır. Əziz Şahdağın qonaqları, bizim yarışımız... Qeyd edək ki, fevralın 1-də müxtəlif yaş kateqoriyasında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə Heydər Əliyev kuboku keçiriləcək.